всем, кто со мной, то есть маме спасибо. И я постараюсь, чтобы слезы... Getməsin deyə. Dayı rıçno yoxdur da qaqa, nağaraq. Yola ver geçsin. Davay, başlayırıq. Hər kəsə salam uşaqlar. Düzdür, vlogumuz az gəlir, amma çalışıram yaxşı videolar çəkim. Bugün sizə nə çəkirəm? Çoxdandır bu mənim ağlımda idi. Daha nəsə qismət büyünü oldu. Qaz 31-10. Uşaqlar, bu dədə-babalarımız yaxşı biləcək bu avtomobili. Cavanlar da ki, bilmirəm ki, 06-dır, 07-dir. Amma bu maşının da öz yeri var, rahatlığı, genişliyi. Ən əsası da yük götürməsi çox canavar bir şeydir də, yəni. Gəlin, göstərim sizə. Belə kənd damaşçına yanından gəlmişik də yola verir. Belə dişdə saxlamışıq. Yüngül varı, biraz peredok oxşayır, oxşamır, bilmirəm. Burada da biraz sürüyümüz var, indi da olmalı da 92-nindir. Bu demək zavod belə buraxıb uşaqlar. Baxın da, bax məsələn mən oturmuşam. Rolla bu qədər məsafəm var. Baş məsafəsi. Mənim boyumda burada 1.82-dir. Yəni ona görə məncə canavar bir şeydir. Bu zavod 4 buraxıb uşaqlar. Məsəl üçün göstərim də. Yəni hamının bildiyi standart skoruslardır. 5 də yazılsa da burada yaxından kadr göstərəm olmasa. Burada 5 də yazılsa da 5-imiz yoxdur. Onun yerinə zadimiz var. Məsəl üçün burada bir dənə kalınkamız var. Həm də meyxana tapır. Ayqanın hər kimə deysə udarıyıb. 6 diş getdi damaqdan reski. Nəyi çəkə bilərəm? Məsəl üçün sən kapotu göstərək. Yəni bizdə hər şey pult sistemi iləndir. Bu göz qaytarır uşaqlar, indi onun hamısını deyəcəm. 2-4. 2-4'ün uşaqlar, bu da ZMZ-sidir. Burada yazılıb, indi göstərərik onda. Bax, bura çəkə bilsin. Karbüratorumuz 05-indir. Benzin az içsin deyə belə eləyiblər. Və sizə onu deyə bilərəm ki, bizim burada nəyimiz var? Antifrisin əvəzinə qaynanmış su tökürük. Çiğ su töksün, maşın qarnı ağrıya düşər. Təbii ki, o da zarafatdır. Başqa nə deyə bilərəm, bura? 2-4-dür. 100-ə 10 litr yandırır. Belə şəhərsi. İndi kəndisi də eyni şeydə torpaq yolda hamı bilir. Trasda da ki 100-ə 8-dir. Amma bizdə hal-hazırda 100-ə 10 yandırır. Çünki motor biraz yaxşı işləmir. Yağzat da yiyir. İndi dədə-baba. Bunların da ki öz tarifi var. Motorun istiliyinə görə götürüb şkatur çəkiblər. Nəsə də o mən usta deyirəm. Yəni belə. Sizə məsəl üçün avarenlə qoşa bilərəm. Mən yuxulu, sən də ayıq, iki yolun ortasındayıq. Deyirsən ayrılmalıyıq, nə bilim, bəlkə... Amma həqiqətən də cavan maşını olmasa da düzdür, cavanlar bunu bəyənməsə də adamın Allahı var. Yəni ton götürmək, bunu bir çoxları alver üçün istifadə edir. 1 ton yarım, nəsə səs gəldi. 1 ton yarım yük vururlar, 2 ton yük vururlar, aparırlar. Yəni canavar kimi də dartır. Rahatlığı, genişliyi zordur. Amma benzini çox yandırır da qardaş. Elə bil ki, qazel motoru. Bunda sırf qazel motordur. Bu arada onu demədim bayaq. Bu motorda sırf qazeldir. Yəni ZMZ digər maşınlarda olur, tülkü gözlərdə. Bunlarda isə qazel nə qardaş? Bilmirəm. Və xüsusi olaraq istəyirəm ki, bağacı bizə Adəm göstərsin. Bu da ekskluziv olsun. İzləyicilərimizə nə demək istəyirsən Adəm? Amma xoş izləmələr, nə biləyim. Bu bizim bağacımızdır, 2 ton yarım. Qardaş, adam ağacı qoya bilərsən ora. Bu burcunlar gedib, bu da ki Azərbaycan sayağı, Türkiyə sarı. Adam, bağacımızın geniş olduğunu necə sübut eləyə bilərsən? Geniş olduğun qardaş, ya mən bunun içinə girmişəm. Gir də, girmişəm, indi gir göstər. Allah, nə deyim, rahat. Ya arxaya adam atdınız, 4 nəfər gedir də məsələn. 5-ci adamda girsin bura. 5-ci adam ya da 6-cı adamda 2 nəfər də elə burada rahat. Döşəyə at. Döşə at, qardaş, təkər çıxart, su. Şellən. Şellən yesin. Yəni, nə qədər deyim sizə, bir artısa 100 kilo
100 kilo, 2 dənə 50 kiloluq 50 litrlik baçoklar var. Su doldurup gətirmişik onlarla bax bunda. Hala bir 2-3 dənə 20 litrlik arxa silinyalara vurmuşuq. Yəni Bağac bir arxa qramla çökmə yatmır olmuyor da. da. Ümumiyyətlə arxada çökməz. Bu arada təşənimiz də resordur. Resorların yatması da Sürü olmuyor. göz qaytarır indi onu. Bilən izləyicilərimiz bilir. Maşının uzunluğunu göstərə bilərik misal üçün. İli köhnə olmağına baxmayaraq, Yəni bu maşın bizi heç vaxt yolda qoymayıb. Çox Həqiqətən. şeyimizə kömək olub da qardaş. Köhnə də olsa Yəni ki, cavan Ceyhun dediyi kimi cavanların xoşuna gəlməsə də, yəni hərə öz altında olanı xoşlayır. Yəni Buna bizim da də şükür. altımızda bu var qardaş. Biz Buna də şükür bunu deyirik. xoşlayırıq. İnşallah həqiqətən də inşallah Allah hamıya yaxşısını qismət eləsin. Ya bunu yığdıracağıq bu ya da ki satıb başqa bir avtomobil alan kimi də onu 100% çəkəcəm. Sözün açığı bu maşını da mən çoxdandan çəkmək istəyirdim, amma qismət olmurdu, nə bilim vaxt olmurdu. TikTokda da indi arada video çəkirik, vaxtımızı ona sərf eləyirdik. Yəni qısaca deyim, bu vlogu çoxdan gözləyirdim. İndi bilmirəm istədiyim kimi alındı, alınmadı, amma çalışıram ki daha maraqlı olsun, sizə bildiyim məlumatları verim. Kimin də ağlında sual olsa bu maşına dair yorumda yazsın, cavab verəcəm. İndi isə avtomobili bir dənə saxlayaq, bir dik lay vəziyyətdə biraz çəkilib zad eləyək. Sonra da sürüş testimizə keçərik. Valla Hardasa- oradan saxlasan, Burada yaxşıdır belə. Bura nətər? bura normal olar, amma belə lay saxlamaq istəyirsə Sən orada. nə görə deyirəm? Orada saxlayaq, arxası da orada yoncalıq yat var da, yaxşı düşür. Sən göstər də bir dənə qardaşına. Orhan Production. Düşmə bir şeyə. Laptop var idi orada. Valla bu arada onun deyim Ruslan yoxdur. Uşaqlar Ruslan xarab olub. Ona görə biraz vəziyyət russadı. Daş qoyuruq. Burada əkin sahələrdir. İstəyirsən göstər bayramda məsələn traktor var. Yer tapa bilmədik uşaqlar. Ona görə gəldik belə bir yerə. Bu arada onu da vurğulayım. İndi bilmirəm, mən burada göstərməyəcəm. Yəni mənim sürücülük hüququm da var. Maşında bütün sənədləri qaydasındadır. Heç nə. Bu yəni ki, hər şey qayda qanun çərçivəsindədir bizdə. İndi də sürüş testini eləyək. Necədir göstərək, sonra da videonu yekunlaşdırarıq. İndi isə sürüş testini eləyək. Əkin sahələrində olsaq da mükəmməl mütləqdir. Hava yastığımız olmasa da buna baxın. Yəni işləyir. Zamok açırıq. Karbüratordur. Biraz xırda qaz veririk. Yəni birinciyimiz standart skoruslardır. Belə uşaqlar, onu deyə bilərəm ki, mən özüm qaz 31-də öyrənmişəm. Kimlər qaz 31-də öyrənibsə, onu da şərh bölümündə qeyd eləsin. Başqa da ki, məsələn, sürüş testidir. Bura indi torpaq yoldur, düzdür. Nə dərəcədə daha yaxşı göstərə bilirəm, bilmirəm. Yəni asfaltda biraz daha fərqlidir. Qurumtavoyda daha asandır. Belə desəm, torpaq yollar. Yəni asfaltda da belə deyim də sürətinə görə məsəl üçün 130 gedir. 130-dan da çox gedər, amma avtomobili incitmək istəmirik. Yəni ona görə də avqonuyadı, yəni pis deyil də. Ötmə əməliyyatında da pis deyil. Yəni ilinə görə pis deyil həqiqətən. Başqa da nə deyə bilərəm? Sənə səsim tanış gəlir, elə bil Golden Voice. Burada boş xəbərlər oxunmurdu, çoxsu toys. 2009 əllərimdə nasib o bizdayət. Qara gül torpağa, qara qura yazılara. Mənim yaddaşımda məktəb illəri, qələm və dəftər illəri. Rapimdə ay və illərim, keçirdi sadə günlərim. Hər həftə millət dillənirdi, göndər yeni trekləri. Hədəfdə sound çeklərim, rap